Bir vaxtlar Audi'nin flaqmanı A8 idi. İndi isə bazar göstərir ki, lüks artıq sedanlarda yox, iri ölçülü SUV-lərdədir və Audi Q9 da bunun əyani nümayəndəsidir. Uzun illərdir ki, Audi, Mercedes GLS və BMW X7 segmentində yox idi. Əvvəllər Audi nümayəndələri ilə söhbət edəndə onlar özlərini bir növ follower adlandırırdılar. Yəni bazarda yeni segmentə öncə rəqibləri buraxırlar. Rəqiblər həmən segmentə girir, investisiya edir. Əgər həmən segment uğurlu sayılırsa, daha sonra Audi nümayəndələri də yeni bir model istehsal edirlər. Buna əyani sübutlardan biri də BMW X6-nı göstərmək olar. X6 öz segmentində ilk idi və o segmentin kifayət qədər uğurlu olmasını görən Mercedes və Audi belə bir modellər istehsal etdilər. Yeni Audi Q9 bir çox opsiyaları özündən bir müddət öncə təqdim olunan yeni Q7-dən götürüb. Məsələn, ön 3 hissədən ibarət olan displey, avtomatik qapılar, 4D funksiyalı Bang & Olufsen audio sistem, yeni dizayn oturacaqlar və ən maraqlı olan yerə proyeksiya verə biləcək Matrix LED faralar. Güc aqreqatı isə 2,9 litrli, 6 silindrli turbinli mühərrikdir, hansını ki biz daha öncə RS5-də görmüşük. Amerika bazarı üçün isə daha maraqlı versiya istehsal olunur SQ9, hansı ki 8 silindrli, 4 litrli, 591 at gücü hasil edən aqreqatla təchiz olunub. 0-100 sürətlənməsi isə cəmi 3,8 saniyə. Siz nə düşünürsünüz? X7, GLS yoxsa yeni Audi Q9? Fikirlərinizi bölüşərsiniz.